Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Heydər Əliyevin gənclərə örnək siyasi kursu başlayır. Bu kursun məqsədi Heydər Əliyevin parlaq siyasi fəaliyyətini, onun irsini sizlərə daha dərindən öyrətməkdir. Ulu Öndər Heydər Əliyev gözəl bilirdi ki, cəmiyyətini inkişaf etdirməyin ən düzgün yolu təhsildir, elmdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyət dövrü Azərbaycanda elmin, təhsilin intibah dövrü adlanır. Siz söz sahibisiniz və müstəqil dövlətin müstəqil insanlarısınız. Bu xoşbəxtliyi bizə Ulu Öndər qismət edib. Ulu Öndərin rəhbərliyi altında bizim partiyanın proqramı ki var idi və yaxud prezident seçiləndə dediyi vədlər ki var idi, bir dənə orada cümlə tapmaq olmaz ki, onlar yerinə yetirilməyib. Nə qədər ki, Azərbaycan var olacaq, həmişə Ulu Öndər yaşayacaqdır. Bu layihə bizim həyatımızda, şuurumuzda hər zaman olmalıdır. Mən təşəkkür edirəm Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatına və onun rəhbəri, sədri, çox hörmətli dostumuz Araz Xudadanova. Mən təşəkkür edirəm eyni zamanda Bakı Gənclər Mərkəzinin rəhbərliyinə ki, bax belə bir tədbirlərin reallaşmasında gənclərin Heydər Əliyev irsinin ideologiyasının, Heydər Əliyev məktəbi çərçivəsində Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında, Azərbaycan dövləti qarşısında xidmətləri haqqında bunları söhbət açmaq və gənclər tariximizi, müasir dövrümüzü və gələcəyimiz haqqında aydın təsəvvür malik olsunlar. Bu baxımdan bütövlükdə uğurlar arzulayıram. Xoşbəxtəm ki, mən bu ölkənin bir vətəndaşıyam. Bu kimi kursların bizim fərdi inkişafımızda çox böyük rolları vardır. Öz təəssüratlarım çox yaxşı idi. Burada yeni şeylər öyrəndim. Bu tədbirdə əmək olan hər kəsə təşəkkürümü bildirirəm. Belə tədbirlərin çoxluğu bizim gənc nəsil üçün çox xeyirli olacağını düşünürəm. Təşəkkür edirəm. Ulu Öndər Heydər Əliyev haqqında daha dərindən məlumatlar əldə etdim. Bu tutuş üçün, bu tədbiri təşkil etdiyi üçün bütün təşkilatlara öz təşəkkürümü bildirirəm. Biz düşünürük ki, bugünkü kurs bizə bir çox cəhətdən faydalı oldu. Nəinki gənclərlə bağlı, həmçinin biz vətənə bağlı öz bilik və bacarıqlarımızı həmçinin liderin dilindən və digər spikerlərin dilindən eşitdik və anlamış olduq. Mən Aslanlı Müstəcəb, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Tərəqqi Akademiyasının 2-ci kurs tələbəsiyəm. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə birgə keçirilən Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş Heydər Əliyevin gənclərə siyasi örnek kursunda iştirak mənim üçün çox xoş oldu. Mən Məmmədov Namiq Hüseynoğlu Milli Aviasiya Akademiyasının əməkdaşı olaraq bu proqramda iştirak elədim. Bu proqram həqiqətən çox yüksək səviyyədə təşkil olunmuşdur. Fürsətdən istifadə edərək Bakı Gənclər Evinin rəhbərliyinə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədrinə bu cür tədbirlərin təşkilinə görə dərin minnətdarlığımızı bildiririk və bu tədbirlərin mütəmadi olaraq keçirilməsini arzulayırıq. Mən Amin Bağırov, Bakı Gənclər Mərkəzinin könüllüsüyəm. Heydər Əliyevin gənclərə örnək siyasi kursunun sonuncu gününü uğurla başa vurdu.